olsun. Gedirdik bankomatda elə bir gün oldu ki üstümüzə bütün ermənilər töküldü. Əlində yaba olan, balta olan, bıçağı olan, qadınlı kişili töküldülər üstümüzə. Rəhmətli Nazim var idi, sinif yoldaşım. Abdüləzim dayının oğlu Nazim. İsmail müəllim bax mənlə bir yerdə olub orada. Gömürdən Kamal var idi. İdmanla məşğul olan oğlan idi. Onunla Nazim dedi ki, arxadan gözləyin bizi vurmasınlar. Qabaqdan gələni işiniz yoxdur. Elə moment oldu ki, bankomatın ikinci saçlı deyirlər də mavini. O çıxdı bayıra, tapançasını çıxardıb bir güllə atdı göyə ki, yaxın gələni vuracam, ermənilərə dedi. Bizi o minvalla doldurdular içəri. Erməniləri polislər o vaxt milisə deyirdilər. Zəng elədilər milsəlikdən, milsələr töküldü, gəldi, o cəmaatı dağıtdılar, yat-yut eləyəndən sonra bizi gizli şəkildə 2-2, 3-3 taksilərə qoyub öz kəndimizə göndərdilər. Həkimə gedirdik, yenə o tərs münasibəti görürdük, Bəli. laqeyd münasibəti görürdük ki, yəni o münasibətlər var idi. Amma vətənimiz saydığımız o torpağı nə də olsa tərk eləmək istəmirdik. İndi